Salam, hər vaxtınız xeyirli olsun. Bugün 11-ci sinif test toplusunun birinci hissəsinin faiz nisbət və tənasüb bölməsinin uşaqlar birinci mövzusunu daha doğrusu sizdən işləyəcəyik. Gəlin birinci sualdan başlayaq. Birinci sualda nə deyir? Biraz ola bilsin yazı bulanıq düşürsə uşaqlar üzrü sayın. Baxın nə deyir? Tənasübün orta hədləri 24-18-dir. Kənar hədlərindən biri 27 olarsa o biri kənar həddini tapın. Uşaqlar biz A bölü B bərabərdir. C bölək D kimi yazsaq uşaqlar. Burada B ilə C orta hədlərdir və A ilə D isə uşaqlar kənar hədlərdir. Kənar hədlərdir. Gəlin yine orta hədləri 24-18-dir. B ilə C-nin yerinə 24-18 yazaq. 24 C-nin yerinə 18 yazaq. Və kənar hədd belə də yazmasaq da olar uşaqlar. Belə də yaza bilərik. Belə də yaza bilərik. Orta. Uşaqlar hər zaman kənar hədlərin hasili B vur C orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Kənar hədlər A ilə D olduğuna görə A ilə D-nin hasilinə bərabərdir. Yəni B vur C, A vur D-yə bərabərdir. Onda uşaqlar orta hədləri 24 ilə 18 isə deməli orta hədlərin hasili, yəni 24 vuraq 18, kənar hədlərindən biri deyək 27 isə o bir kənar həddini tapın. O bir kənar həddini bilmirik, yerinə yazaq x. Yəni bu orta hədlərin hasili bu kənar hədlərin hasilinə bərabərdir. Buradan da x-i tapsaq 24 vur 18 bölək 27-ni verəcək. 9'a böl 2, 9'a böl 3'ü verəcək. 3'ə böl 1, 3'ə böl 8. 8'də 2'yə vursaq nəyə verir? 16. Deməli bu oldu birinci cavabı 16. Yəni birdə cavab Y variantı. Bu bizim uşaqlar birinci sualın cavabıdır. Keçək növbəti suala. Növbəti sual uşaqlar 9'a baxaq gəlin. 2 oxşardır. 3'də nə deyir? 3'də deyir ki 9 sahada tənasüb quraq. 9 sahada 42 detal hazırlayan usta eyni məhsuldarlıqla 28 detalı neçə sahada hazırlayar? X. Uşaqlar, detalların sayı azalanda zaman da azalacaq. Yəni ox həmişə kiçikdən böyüyə doğru qoyulur. Kiçikdən böyüyə doğru uzanır ox. Baxırıq ki, detalların sayı azalanda zaman da azalırsa, azalanda azalır, artanda artırsa buna deyirlər uşaqlar düz mütənasib. Və düz mütənasibi də biz çarpaz şəklində vurmaqla həll edirik. Düz mütənasib. Çarpaz şəklində vursaq 42 vur x bərabərdir. 28 vuraq 9'a. X də bərabərdir. 28 vur 9 bölək 42'yə. Uşaqlar 7'yə bölsək 4, 7'yə böl 6. 2'yə bölsək 2, 6'ını da uşaqlar 2'yə bölsək 3'ü verəcək. Yuxarıda qaldı 2 vuraq 9. 2 ilə 9 qaldı. Aşağıda bir dənə 3 qaldı. Bunu 3'ə böl 1, 3'ə böl 3. 2'yi də 3'ə vursaq bizə verəcək 6'nı. Deməli neçə sahada hazırlayar? 6 sahada. Yəni 3'də cavab olur Y variantı. Gəlin növbəti suala baxaq. Deməli növbəti sual. Baxırıq 4-cü sualdır. 4'də nə deyir? 600 ədədi 3, 4, 5 ədədlərlə düz mütənasib hissəyə bölünür. Uşaqlar 3, 4, 5 ədədi ilə düz mütənasib hissə nə deməkdir? 3, 4, 5 düz mütənasib o demək ki 3x, 4x, bir də 5x. Yəni 3 böl 4 böl 5'in mənası 3x, 4x, 5x deməkdir. Onda bunların cəmi 5x'in cəmi bizə 600 verirsə 7x, 5x buradan 12x bərabərdir 600'ə. 12'ni x'a vuranda 600'ü verirsə x nəyə bərabərdir? 600 bölək 12'yə. Bunu 12'yə böl 1, 60'ı 12'yə böləndə 5'i verir. 5'in yana bir sıfır atsaq olur 50. Uşaqlar x'in qiyməti oldu 50. Aparıb x'in yerinə 50 yazsaq. 50 yazsaq. Baxın. 3'ü 50'yə vursaq bu ifadə bizə verəcək 150'ni. 4'ü 50'yə vursaq bu ədəd bizə verəcək 200'ü. Və 5'i də 50'yə vuranda bizə verəcək 250'ni. Deməli 600 ədədi aşağıdan yazaq. 600 ədədi. 150 ədədlərimizdən biri 150, biri 200'dür. Biri də 250 olmaqla 3 dənə hissəyə bölünüb. Bizdən nəyə soruşur? Alınmış ədədlərdən ən kiçiyini tapın. Uşaqlar, bunlardan ən kiçiyi hansıdır? 150'dir. Yəni B variantı. Bu oldu 4-cü sualın cavabı. 4'də cavab B variantı. Və 5 də bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Növbəti sual. Növbəti sualda nə deyir? Deməli növbəti sual 6-cı sual uşaqlar. 6'da deyir ki gücü eyni olan 6 nasos hovuzu 8 saata doldurur. Həmin hovuzu zaman altdan yazaq uşaqlar. 3 saatı doldurmaq üçün
Bu nasoslardan neçəsi lazımdır? Uşaqlar nəyi yadda saxlayırıq? Nasosların sayı artanda zaman azalır. Yəni biri artanda digəri azalırsa tərs mütənasibdir. Təsəvvür edin ki, 5 dənə nasos bir hovuzu məsələn 10 saatı doldurursa, bəs 5 nasos yox, 10 nasos götürəndə artıq zaman necə azalacaq? Çünki nasosların sayı artanda hovuz daha tez dolacaq. Nasos sayı artanda zaman azalırsa buna deyirlər tərs mütənasib. Yəni zaman azalanda nasosların sayı artırsa o hər zaman kiçikdən böyüyə doğru qoyulur. Nasosların sayı artanda zaman azalır. Buna deyirlər tərs mütənasib. Uşaqlar, tərs mütənasib necə hesablayırıq? Qarşı-qarşıya vurmaqla. Yəni 6'yı vururuq 8'ə, qarşı-qarşıya nəyə bərabərdir? X'i də vururuq 3'ə. 3'ə böl 1, 3'ə böl 2. 2'yi də 8'ə vursaq nəyə verir? 16. Deməli, neçə nasos lazımdır uşaqlar? X'in qiyməti 16 nə demək? Yəni 16 dənə nasos lazımdır. Uşaqlar, 16 nasos nə variantı? D variantı. Bu oldu 6'nın cavabı. Və 7 də eynən bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Növbəti sual uşaqlar 8-ci sualdır. 8-də deyir ki, 5 bölək 4K bərabərdir 6 bölək 5N. Bu da bərabərdir 7 böl 6M. Deyir bu münasibətlər deyir MNK. Burada MNK. Deyir bunlar əgər müsbət ədədlər olarsa, müsbət münasibətlərdən hansı doğrudur? Uşaqlar, gəlin 2-2 bərabərləşdirək. Məsələn, bu ikisini çarpaz şəklində vursaq, 5'i 5'ə vur, 25'ə. 4K'nı 6'ya vur, 24K. Uşaqlar, bunu N bölək K kimi yazsaq. Çarpaz şəklində vuranda 25 N'i verirsə, 25 aşağı. Çarpaz şəklində vuranda 24K'nı verirsə, 24 yuxarı. Uşaqlar, sürətə uyğun gəlir. Məxrəcdə məxrəc. Deməli, N'in qiyməti 24 olur. K'nın qiyməti 25 olur. Baxanda görsəniz ki, 25 24'dən böyükdür. Yəni K N'dən böyükdür. Gəlin bir dəfə də bu bərabərliyə baxaq. Bu bərabərlikdən çarpaz şəklində vursaq, 6'ya 6'ya vur, 36M. 5 N'i də 7'yə vuraq, 35 N'ə. Bəs bu ifadəni uşaqlar M bölək N kimi götürsək, çarpaz şəklində vuranda 36 M verirsə 36 aşağı, 35 N'i verirsə 35'də yuxarı. Burada isə uşaqlar M'ə 35 düşür, N'ə isə 36 düşür. Yəni N'imiz 36'dır, M'imiz də 35'dir. Və buradan baxanda görsəniz ki, N nədən böyükdür? 36 35'dən böyük olduğuna görə N də M-dən böyükdür. İndi baxın. K N'dən böyükdür, N də M-dən böyükdür. Onda bunu ardıcıqla göstərsək, K böyükdür N'dən, N də böyükdür M-dən. Yekun cavab olacaq belə. K böyükdür N'dən, N də böyükdür M-dən. Tərsinə veriblər də belə veriblər. K böyükdür N'dən, N də böyükdür M-dən. Eyni şeydir. Cavabı belə veriblər. Biz də məcburən cavabı belə götürəcəyik. K böyükdür N'dən, N də böyükdür M-dən. Yəni D variantı. Bu da 8-ci cavabıdır uşaqlar. 8-də cavab D variantıdır. 8-də D variantıdır. Keçək növbəti suala. Növbəti sualda nə deyir? Gəlin baxaq 10'a. 10'da nə deyir? 10'da deyir ki, 10. Deyir, C bərabərdir 5A bölək B ifadəsinin. A və B müsbət ədədlərsə, uşaqlar A-nı 4 dəfə azaldırıq. Baxın, burada 5'in heç bir əhəmiyyəti yoxdur. Yəni 5'in üstündən xətt çəkirik. 5 ola da bilər, olmaya da bilər. 5 bizə lazım deyir. Deyir, A-nı 4 dəfə azaldırıq. Uşaqlar, sürətdəki A-nı 4 dəfə azaldırıqsa, A-nı nə edirik? 4'ə böldük. Və məxrəcdəki B-ni 3 dəfə artırsaq, məxrəcdəki bu B-ni də 3 dəfə artırsaq, B-ni 3'ə vururuq. Nə olacaq? Bu 4 aşağı düşəcək. Olacaq A bölək 4 vuraq 3B. C nəyə bərabər olur? 4 bölək 4'ü 3'ə vursaq 12 B-ni verir. Daha doğrusu A bölək sürətli A'dır. 4'ü 3'ə vursaq 12 B-ni verir. Şöyle 5'li olduğu kimi saxlayaq da 5 heç nəyi dəyişmir. Sadəcə bu əvvəldir. Əvvəl belə fikirləşin. 5A böl B-dir. Sonra isə 5A böl 12B-dir. Onda 12 burada məxrəcə düşdüyünə görə bu da sonradır. Əvvəl 5A böl B-dir. Sonra isə 5A böl 12B-dir. 12 məxrəcə düşdüyünə görə 12 dəfə neyinir? 12 dəfə azalır. 12 məxrəcə düşdüyünə görə 12 dəfə azalır. Yox, sürətli olsaydı 12 dəfə artardı. Burada olacaq şolar 12 dəfə azalır. 12 dəfə azalanda B variantı. Yəni bu da oldu 10-cu sualın cavabı B. Keçən və 11 də bunun oxşarıdır. Keçən növbət sual. Şolar bax 12-də nə deyir?
12-də deyir ki, 12-ci sualda. Deyir 2 və 4 ədədi ilə düz mütənasib olan. Uşaqlar 2 və 4 ədədi ilə düz mütənasib nə deməkdir? 2x, 4x. Bax buna deyirlər düz mütənasib olan. Bu 2 ədədin cəmi. Yəni bu 2 dənə ədəd toplasaq, 2x ilə 4x-i toplasaq, deyir bu 2 ədədin cəmi 18-dir. Yəni 2x ilə 4x-in cəmi 18-dir. 6x bərabər olur 18-də. X-in də qiyməti 18-i 6-ya böl 3-ü verəcək. Burada x-in qiyməti oldu uşaqlar 3. X-in yerinə aparıb 3 yazsaq, 2-yi 3-ə vursaq bizə verəcək 6-nı. X-in yerinə 3 yazsaq, 4-ü də 3-ə vursaq 12. Deməli ədədlərimiz 6 və 12-dir. Bizdən soruşur ki, bu ədədlərin hasili. Yəni 6-yı 12-yə vursaq nəyə verir? 72-ni verir. Cavab olur 72 C variantı. 12-də uşaqlar cavab oldu C variantı. Gəlin 13-ə baxaq. Uşaqlar 13-də deyir ki, 13-də deyir ki, A bölək 2 bərabərdir B bölək 3. Bu da bərabərdir C bölək 4. Burada isə deyir A, B, C hasildə 24 olarsa, bunda dairiyaldıq. Bizdən soruşur A üstəgəl, B üstəgəl, C-nin cəmini tapın sualı. Şola, burada bax, bu bərabərin doğru olması üçün A-nın, B-nin, C-nin yerinə yazmaq olar. A-nın yerinə məsələn şola 2K yazmaq olar mı? 2K-nı 2-yə böl K. B-nin yerinə 3K yazmaq olar. 3K-nı 3-ə böl K. C-nin yerinə 4K yazmaq olar. 4K-nı 4-ə böl K. Yəni 2-lər gedir, K qalır, 3-lər gedir, K qalır, 4-lər gedir, K qalır. Belə yazsaq 3 dənə bərabəri yenə doğru olur. Yəni heç nə dəyişmir. Onda şu olar, aparıb A-nı yerinə yazırıq 2K, B-ni yerinə yazırıq 3K, C-ni də yerinə yazırıq 4K. Şərtdə də deyir ki, A vur, B vur, C-nin hasili bizə 24'ü verirsə, A-nın yerinə 2K, B-nin yerinə 3K, C-nin də yerinə 4K. Bərabərdir 24. 2'yi 3'ə vur 6, 6'ın 4'ə vur 24. Və 3 dənə də K-nın şu olar bir-birinə vursaq, K-nın kubunu verəcək. Bərabərdir 24'ə. Şu olar 24'ü K kubuna vuranda 24'ü verirsə, K kubda nəyə bərabərdir? 24'ü 24'ə bölərik 1'i verər. Deməli K kubu 1'dirsə şu olar. Deməli K-nın qiyməti elə 1'dir. Onda aparıb K-nın yerinə 1 yazsaq, K-nın yerinə 1 yazsaq, 1'i 2'yə vur 2. K-nın yerinə 1 yazsaq, 3'ü 1'ə vur 3. K-nın yerinə 1 yazsaq, 4'ü 1'ə vur 4. Uşaqlar, ABC-nin qiyməti bax bunlardır. Bizdən soruşur ki, bu ABC-nin cəmini tap. 2 üstə gəl, B-nin qiyməti 3'dür, C-nin də qiyməti 4'dür. Bunları da topladıq, nəyə verir? 9'u. Onda uşaqlar, ABC-nin qiyməti olur. ABC qiymətinin cəmi olur 9, yəni Y variantı. 14 bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Bunu sildik. Uşaqlar, növbəti sual nədir? Növbəti sual 15'dir. 15'də niyə? Birinci bu hissəyə baxaq uşaqlar. Baxın bu hissəyə. Burada niyə? 0,1 y gördük. X çıx y də gördük. Uşaqlar, bax bu ifadəni sürət məxrəci 10'a vursaq, məxrəc 2,5'i 10'a vur 25. 0,5'i 10'a vur 5. 5'ə böl 1, 5'ə böl 5 qalır. Deməli bu ifadə bizə verdi 5'də 1'i. Onda deməli 0,1 y bölə x çıx y bizə 5'də 1'i verirsə, 2 kəsir bərabər olanda çarpar şəklində vururuq. X çıx y 1'ə vur x çıx y, 5'i də vur 0,1 y-ə. X çıx y, daha doğrusu buradan uşaqlar y-i neyə? Sağa aparaq. Buradakı bu y-i sağa aparsaq, müsbət y sağdan olsa 5'i 0,1'ə vuranda 0,5 y var. X da nəyə bərabərdir? 1 y-in üzərinə 0,5 y gələndə bizə verir 1,5 y. Bunu uşaqlar yuxarıda yazdıq, saxladıq. Deməli x-in qiyməti 1,5 y-dir. Bu qalsın. Keçək növbəti ifadəyə baxaq. Növbəti ifadədə isə uşaqlar belə bir ifadə verilib. Y-də nəyə bərabərdir? 2,3'də 1 bölək 3,2'də 1 üstəgəl 1,3'də 1. Gəlin niyə uşaqlar? Qarşı qədər düzgün olmayan kəsrə çevirək. 3 2'yə vur 6 1 gəl 7. 3 2'yə vur 6 1 gəl 7. Arada bölək var. Üstəgəl 1,3'də 1 düzgün olmayan kəsrə çevirək. 1 3'ə vur 3 1 gəl 4. Uşaqlar iki kəsiri bir-birlərinə böləndə vurağa çevirmək üçün birinci tərəf qalır. İkinci tərəfdə sürət və məxrəc yerini dəyişir. 2 yuxarı 7 aşağı. Üstəgəl 3'də 4. 7'lər gedəcək. Qalır 3'də 2 üstəgəl 3'də 4. Və bu da y verir. Baxın, y-dir. Y-in qiyməti olur uşaqlar neçə? 3'də 6. 6'yı 3'ə bölsə nəyi verəcək? Y-in qiyməti 2'dir. Uşaqlar y-in qiymətini artıq tapdıq. Y-in qiyməti 2'dirsə, amma bizdən x-i soruşur.
Aparıb x'in yuxarıdakı x'in qiymət 1.5 y idi axı. Aparıb bu y-in yerinə 2 yazsaq 1.5 uşaqlar 2-yə vursaq nəyə verir? 3'ü verəcək. Deməli x'in qiyməti oldu 3. Bizdən x'i tap dediyinə görə x'in qiyməti olmuş olar 3. Yəni A variantı. Və uşaqlar 16 da bunun oxşarıdır. Gəlin növbəti suala baxaq. Növbəti sualda nə deyir? Uşaqlar 17-ci sual tənasübdür. Deyir 15 traktor. Ərazinin 6'da 5 hissəsini neçə saata şumluyur? 4 saata. Deyir 9 belə traktoru traktorun altına yazırıq. 9 belə traktor tarlanın 4'də 3 hissəsini neçə saata şumlayar? Bilmirik x. Neçə saata şumlayar? X saata. Və biz buradan x'i tapacağıq. Uşaqlar, nə yada saxlayaq? Traktorların hissələr düz mütənasibdir. Hardan bildik? Traktorların hissə düz mütənasibdir. Yəni, təsəvvür edin ki, çox traktor, zaman əgər eynidirsə, çox traktor, çox ərazini şumluyursa eyni zamanda. Az traktor da uşaqlar az ərazini şumlayacaq. Məsələn, təsəvvür edin ki, 3 saata 10 traktor böyük ərazini şumlayacaq. 3 saata 4 traktor balaca ərazini şumlayacaq. Yəni, traktorların sayı artanda sahə də çoxalır. Yəni, ərazi hissə olaraq artır. Onda uşaqlar ərazi hissə olaraq artdığına görə, bu artdığına görə düz mütənasib. Düz mütənasibi çarpar şəklində vururuq. Və traktorların sayı eynidirsə, eyni sayda traktor. Bu səfər traktorların sayını eyniləşdirdik. Eyni sayda traktor çox hissəni çox saata şumlayarsa, eyni sayda traktor az hissəni az saata şumlayacaq. Təsəvvür edin ki, 4 dənə traktorumuz var. 100 hektarlıq sahəni, məsələn, 5 saata şumluyursa, 50 hektarlıq sahəni 5 saata yox, 2.5 saata şumlayacaq. Yəni, eyni sayda traktor ərazi çox olanda zaman çox olacaq. Eyni sayda traktor az ərazini şumluyursa, daha qısa vaxtda şumlayacaq. Onda uşaqlar, burada da hissə sahə artanda zaman artırsa, düz mütənasibdir. Bu da çarpar şəklində. Onda uşaqlar, çarpar şəkildə olduğuna görə 9'u nəyə vururuq? 6'da 5'ə. Onda nəyə vururuq? Çarpar şəklində baxın bu x-a. Çarpar şəklində bu ikisini bir-birinə vururuq. Və çarpar şəklində uşaqlar qara nə yazıram? Baxın. 15 vuraq 4'də 3 olur. Bu da vuraq 4 olur. Bu da vuraq 4. Yəni 3 dənə ədədi çarpar şəklində vururuq. Qaranı yazdım 3 dənə ədədi də çarpar şəklində vururuq. Uşaqlar buradan 4'lər gedir. Bunu 3'ə böl 3. 3'ə böl 2. Sonra nə olur? Deməli burada qalacaq nə? 3 vuraq. Uşaqlar bu 5'i də bu 2'yə böləndə 2 onda 5'i verir. Bərabərdir 15 vuraq 3. Hə, x da var uşaqlar, baxın. Burada x yazmamışam, amma x da var. Nəysə, bu x-in məxrəci 1-dir, bununla məxrəci 1-dir. 3'ü vuruq sürətə, bir də vuruq x-a. Məxrəcdə 2 vur, 1 vur, 1, bu da 2-ni verəcək də. Burada nə qalacaq? 15 vuraq 3. Sağda da 15 vur 3-dür. Bununla məxrəci 1-dir. Çarpar şəklində vursaq, yenə 3 vur, 5 vur. x bərabərdir. Çarpar şəklində vursaq, 2 vur, 15 vuraq 3-ə. Burada uşaqlar 3'lər gedir. Qalacaq 5x bərabər 2-ni 5'ə vur 30. 30'u da 5'ə bölsə nəyə verəcək? 6-nı. Yəni 5'i 6'ya vuranda 30'u verəcək. X-in qiyməti 6'dır. Deməli neçə saata şumluyur? 6 saata. Bu da oldu bizim 17-ci sualımız. Keçək növbəti suala. Bunu sildik. Baxdıq növbəti sual. Növbəti sualda uşaqlar yenə fərqli sualda, amma yenə yazaq. Bax 18-də nə deyir? Buradan nöqtəli böləklə verib. Gəlin biz kəsinə yazaq. A bölək B kəsinə yazdıq. Nəyə bərabərdir? 2 bölü 3. Kəsinlə 2 bölü 3 nə deməkdir? 2 bölü 3 belə. Bir də uşaqlar B bölək C nəyə bərabərdir? Baxın 4 bölək 5'ə. Bizdə burada lazım olan hissə haradır? Uşaqlar burada soldakı kəsirdə B-yə 3 düşür. Amma sağdakı kəsirdə B-yə 4 düşür. Bizə lazımdır ki B-lər eyniləşsin. B-lərin eyniləşməsi üçün 3 ilə 4'ü orta məxrəcinə götürərik 12'yə. Uşaqlar soldakı kəsiri 12 eləmək üçün sürət məxrəci 4'ə vurarıq. 3'ü 4'ə vur 12, 2'ni 4'ə vur 8. Sağdakı kəsir sürəti 12 eləmək üçün, yəni B-ni 12 eləmək üçün 3'ə vurarıq. 4'ü 3'ə vur 12, 5'i 3'ə vur 15. Gəlin bunda bir K'ya vuraq. Bunda bir K'ya vuraq. İndi uyğun gəldi, baxın. Uşaqlar A-ya neçə K uyğun gəldi? 8K. Bəs B-yə neçə K uyğun gəlir? 12K. Sağa baxın.
Sağda da B-də 12 K-dır. Bax, eyniləşdirmək buna görədir. C-yə neçə K düşür? C-yə də 15 K düşür. Söz olur. Bizdən nəyi soruşur tab? Bax, bu ifadənin qiymətini soruşur tab. Yəni, B-nin kvadratı çıx A-nın kvadratı bölək. C-nin kvadratı çıx B-nin kvadratı. Aparıb qiymətləri yerinə yazsaq, qara nə yazaq? B-nin yerinə nə yazırıq? 12K yazırıq. Bir də bunun kvadratı var. Çıx A-nın yerinə 8K yazırıq. Kvadratı. C-nin yerinə şu olur. Nə yazırıq? C-nin qiyməti 15K-dır. C-nin yerinə 15K kvadratı. Çıx B-nin də yerinə 12K kvadratı. Şu olur 12'nin kvadratı 144'ü verəcək. K kvadratı çıx. 8K kvadratı 64K'nın kvadratını verəcək. Məxrəcə baxaq. 15K'nın kvadratı 225K kvadratını verəcək. 12K'nın kvadratı 144K'nın kvadratını verəcək. Sürətdə 144'dən 64 çıxan da şu olur 80'i verəcək. 80K'nın kvadratı. 225'dən də 144 çıxan da bizə 81'i verəcək. Aşağıda da düz mü yazdım? Aşağıda da bəli 225'dən 144 çıxan da 81'i verir. 81K'nın kvadratını verir. Bu 81'lər gedir. Sürətdə qalacaq 80, aşağıda qalacaq 81. Yəni uşaqlar, bu ifadənin qiyməti nəyə bərabərdir? 80 bölü 81. 18 də cavab olur E variantı. Sonra gəlin növbət suala baxaq. Bunu siləyim. Baxdıq növbət sual uşaqlar neçədir? 19'a baxaq. 19'da deyir ki, hər bölgü eyni vaxt sərf etməklə taxta parçasını 3 hissəyə ayırmaq üçün 4 dəqiqə vaxt lazımdır. Uşaqlar, taxta parçasıdır. Baxın, bir dənə taxta parçası götürək. Taxta parçasını 3 hissəyə ayırmaq üçün neçə dəfə kəsmək lazımdır? 1 hissə, 2 hissə, 3 hissə. Uşaqlar, bir taxta parçasını 3 hissəyə ayırmaq üçün 2 dəfə kəsmək lazımdır. Baxın, buradan 1 kəsərik, buradan 1 kəsərik. 2 dəfə kəsmək lazımdır ki, 3 dənə hissəyə ayırsın. Onda uşaqlar, taxtanı 3 hissəyə ayırmaq üçün bizim vaxtımız nəyə girəcək? Uşaqlar, bu 2 dəfə kəsməyə girəcək. Yəni 2 dəfə kəsik, onsuz 3 hissəyə ayrılacaq. Bizim vaxtımız 2 dəfə kəsməyə gedir. Onda uşaqlar, belə yazaq. 3 hissəyə ayırmaq üçün 4 dəqiqə deyil vaxt lazımdır. Yəni 2 dəfə kəsməyə nə qədər vaxt lazım? 4 dəqiqə. Deyir, bu taxta parçasını 6 hissəyə ayırmaq üçün. Uşaqlar, 6 hissəyə ayırmaq üçün minus 1 sayda kəsmək lazım. 1, 2, 3, 4, 5, 6. Baxın, 1, 2, 3, 4, 5, 6. 6 dəfə 6 hissəyə ayırmaq üçün bizə burada vaxtımız nəyə girəcək? Baxın, qırmızı ilə yazdım, bu kəsmələrə girəcək. Neçə dəfə kəsmək lazımdır? 6'dan minus 1 sayda, yəni 5 dəfə kəsmək lazım. 1, 2, 3, 4, 5. Deməli, 6 hissəyə ayırmaq üçün 5 dəfə kəsmək lazımdır. 5 dəfə kəsməyə nə qədər vaxt girəcək? X. Bax, yenə deyir, 3 hissəyə ayırmaq üçün 4 dəqiqə vaxt lazımdır. Bu taxta parçasını 6 hissəyə ayırmağa, yəni 5 dəfə kəsməyə neçə dəqiqə vaxt lazımdır? X. Çarpaz şəklində vursaq, X nəyə bərabərdir? 5'i vurarıq 4'e bölərik 2. 20'nin yarısı nəyə verəcək? 10 verəcək. Yəni A variantı. Bu belə. Şol 20 asandır. Bax, 20'də heç belə dərs sualının dərinliyinə girməyə ehtiyac yoxdur. 20'də sadəcə apab yeni ədədlər yaza bilərsiniz. Məsələn, nə? Balaca ədəd olsun deyinə, balaca ədəd olsun deyinə. Gəlin belə eləyək uşaqlar. Bax, daha sürətli yazmaq üçün A-ya, C-yə, B-yə, D-yə 1 yazaq. 1'i 1'ə böl 1, 1'i 1'ə böl 1, K'nın da qiyməti yenə 1 olur. Onda hamısına 1 yazsaq, bizdən bu ifadəni deyək K ilə ifadə elə. K'nın da qiyməti 1'dir. Uşaqlar, A-ya 1 yaz, C-yə 1 yaz. 2'ni 1'ə vur 2, 2'nin kvadratı 4'ü verəcək. Sürətli oldu 4. C-nin yenə 1 yazsaq, 1'in kubu 1'i verəcək. Məxrəcli B-nin yenə 1 yazsaq, 1'in kvadratı 1'dir. D-nin yenə 1 yazsaq, 2'ni 1'ə vur 2, kubu da 8'i verəcək. Sürətdə 4, məxrəcdə 8. 4'ə böl 1, 4'ə böl 2. Deməli, bu ifadənin qiyməti 1 böl 2'dir. İndi nə deyir? K'nın yerinə 1 böl 2. 1 böl 2. Başqa cən görə nə yazaq? Burada A-nın yerinə A-nı BK ilə ifadə eləsək. Yox. C-ni də DK ilə ifadə eləsək. Əslində bu da qəşəng fikirdir. A-nı BK ilə ifadə elə. Gəl onda şu olur. Burada bu formada yazsaq doğru çıxacaq. Yəni K'nın 1 qiymətində, baxın şu olur. K'nın 1 qiymətində 2'də 1 alan ədəd. K'nın 1 qiymətində 2'də 1 alan ədəd hansıdır? Bir A variantıdır, bir də D variantıdır. Artıq yerdə qalan variantlar üstünə xətt çəkirik və bu iki dənə variant arasında seçim eləmək üçün
A'nın C'nin yerinə başqa ədədlər yazıb yoxlamaq olar. Məsələn, A'nın yerinə 2, C'nin yerinə 2, BD'nin yerinə 1, K'nın yerinə 2 yazmaq olar. Yəni bərabəri ödənir. Onda bu qiymətlər yazsaq A ilə D'nin arasında seçim edə bilərik. Gəlin bunu qayda üsulundan yazaq uşaqlar. Qaydası nədir? Qaydası baxın belədir. Bax 20-də deyir ki, gəlin bura ilə K'nı birləşdirək. Deyir A bölək B nəyə bərabərdir? K'ya, düzdürmü? Və C'ni D'yə böləndə də K'nı verir. Burada şola K'nın məxrəci 1-dir. Çarpaz şəklində vursaq B K'nı verəcək. C nəyə bərabərdir? K'nın da məxrəci 1-dir. Çarpaz şəklində vur K D'ni verəcək. Baxın uşaqlar, belə bir ifadə var. Deyir 2A'nın mötərizə xarici kvadratı vuraq. C'nin kubu bölək. B'nin kvadratı vuraq. Bir də 2D'nin mötərizə xarici kubuna. Uşaqlar aparıb A'nın yerinə yazaq. A'nın yerinə bu BK yazaq. Və C'nin yerinə yazaq. K'da yazaq. Yəni C'ni mötərizəyə alsaq, A'nın yerinə yazaq şola 2 vuraq. A'nın yerinə yazaq BK kvadratı vuraq. C'ni də mötərizənin içine alıb C'ni də yerinə yazarıq. K'da yazarıq. KD'nin kubuna. Sonra məxrəcə baxaq. Məxrəcdə B kvadratı qalsın. Burada da 2D'nin kubu bizə verəcək 8D'nin kubunu. Şola sürətə baxaq. 2'nin kvadratı 4. B'nin kvadratı bir də K'nın kvadratı 40. Çünki kvadrat mötərizənin içindəkilərin hər üçünün üzərinə aiddir. A. Sağda isə uşaqlar K'nın kubu vuraq, bir də D'nin kubu olacaq. Məxrəcdə isə B'nin kvadratı vuraq, 8D'nin kubuna. Uşaqlar D kubları gedir. B'nin kvadratı da gedir. Bunu 4'ə böl 1, bunu 4'ə böl 2'ni verəcək. Sürətdə nə qalacaq? Məxrəcdə bir dənə 2 qalır. Sürətdə K'nın kvadratı qalır, bir də K'nın kubu qalır. K'nın kvadratına şola K'nın kubuna vuranda sürətdə K üstlər toplasaq 5'i verəcək, böləcək 2'yə. Cavab olacaq K üstü 5 bölü 2. K üstü 5 bölü 2'də nə variantıdır? A variantı. Bu da oldu 20'nin cavabı A variantı. Keçək növbət suala. Gəlin nəyə baxaq. Uşaqlar 21'ə baxaq da fərqli suallar çoxdur. Deyir 100 kubmetr havada 22 kubmetr oksigen var. Gəlin bunu yuxarıda qeyd edək. 100 kubmetr havada nə qədər oksigen var? Bu qədər havada 22 kubmetr oksigen var. Yəni bu qədər 100 kubmetr havada 22 kubmetr oksigen var. Deyir uzunluğu 15, eni 6, hündürlüyü 3 olan otaqda. Uşaqlar, hər bir otaq düzbucaqlı paraleliped şəklindədir. Hər bir otaq düzbucaqlı paraleliped şəklindədir. Deyir uzunluğu deyir 15, eni deyir 6, hündürlüyü də deyir 3 olan otaqda nə qədər hava olacaq? Yəni otağın həcminin düsturu nədir uşaqlar? Düzbucaqlı paralelipedin həcmi deyəndə 15'i vururuq 6'ya, 10 da vururuq 3'ə. Yəni 3 dənə fərqli itiri bir-birinə vursaq, bu bizə verəcək düzbucaqlı paralelipedin həcmi, yəni otağın həcmi. Otağın həcmində nə verəcək? 15'i 6'ya vur 90, 90'da 3'ə vur 270 kub metr. Deməli otağın içinin həcminin 270 kub metr olmağı nə demək uşaqlar? Otağın içində neçə kub metrlik hava var? 270 kub metrlik hava var. Onda uşaqlar bizim otağımızın içində 270 kub metrlik hava varsa, bizdən soruşur ki, hündürlüyü 3 metr olan otaqda oksigenin həcmi nə qədərdir? Uşaqlar, otaqdakı havanın həcmi 270 kub metrdirsə, bəs 270 kub metr otaqdakı havada nə qədər oksigen olacaq? Bilmirik x və biz buradan x'i tapacağıq. Yəni uşaqlar, otağın içində olan havanın hamısı oksigen olmur. Hava olur, havanın müəyyən hissəsi oksigen, müəyyən hissəsi isə karbon olur. Və buradan da çarpaz şəklində vursaq, x'in qiyməti nəyə bərabərdir? 270'i vurarıq 22'yə, bölərik 100'ə. Sonra 1-0 gələcək. 54, 54, 594'ü verəcək. Bunu da məxrəcdəki 10'a bölsək, bizə 59 tam 10'da 4'ü verəcək. Yəni burada 21'də cavab 59 tam 10'da 4'dür. Yəni bu sualın cavabı olur 59 tam 10'da 4. Keçək 22'yə baxaq. 22'də nə deyir? Uşaqlar 22'də deyir ki, tənasübün orta ədlərinin cəmi. Bax, gəl belə yazaq da 22'də. Məsələn, A böl B, bu da bərabər olsun C böl D-yə. Biz bilirik ki, B ilə C orta hədlərdir, A ilə D də kənar hədlər. Bunu özümüzdə qeyd edək. Nədir? Tənasübün orta hədlərinin cəmi. Orta hədlər nədir uşaqlar? B ilə C'dir. B ilə C'nin cəmi 11'dir. Bu bir ifadə.
Sonra kənar hədlərinin hasili 6-dır. Şola kənar hədlər nədir? Kənar hədlər A ilə D-dir. Deyir kənar hədlərin hasili, yəni A ilə D-nin hasili 6-dır. Bizdən soruşur bu tənasübün orta hədlərinin kvadratları cəmi. Orta hədləri B ilə C-dirsə bizdən soruşur B ilə C-nin bu tənasübün orta hədlərinin, yəni B ilə C-nin kvadratlarının deyil cəmini tapın. Şola biz bilirik ki, tənasübün orta hədlərinin hasili kənar hədlərinin hasilinə bərabərdir. Yəni B ilə C-nin hasili A ilə D-nin hasilinə bərabərdir. Onda şola bu A ilə D-nin hasili 6-dırsa, deməli B ilə C-nin də hasili 6-dır. B ilə C-nin də hasili 6-dır. Bu bir. Bunu bildik. İndi nə edək? Gəlin belə eləyək olur. B ilə C-nin hasili 6-dır. Bunu qeyd elədik özümüzdə. Baxın, B üstəgəl C 11 verirsə, bunu sağlı sollu kvadrata yüksəltsək, B-nin kvadratı üstəgəl C-nin kvadratı üstəgəl B-nin C-yə vur 2 misli 2BC. Nəyə bərabərdir? 121-ə. Bizdən B kvadrat üstəgəl C kvadratını soruşuraq da. Onda B kvadratla C kvadratının cəmi nəyə bərabərdir? Aşağı sən silək, davam edək. Şola B kvadrat üstəgəl C kvadratı qalsın. 2 vuraq. BC hasilinin qiyməti neçədir? 6-dır. 2 vur BC hasili. Yəni 2-ni 6-ya vuranda 2-ni vuraq 6-ya bərabərdir 121. Onda şola B kvadratla C kvadratının cəmi nəyə bərabərdir? 2-yi 6-ya vur 12. 12-ni sağa apar mənfi 12. 121-dən də 12 çıxanda bizə verir 109. Deməli B kvadratla C kvadratının cəmi B kvadratından şu olur. Deməli C kvadratının cəmi nə verəcək? 109'u verəcək. Yəni şu olur. Bu sualın cavabı oldu 109. Deməli burada cavab oldu şu olur 109. Bu da oldu bizim 22-ci sualın cavabı. Keçək növbəti suala. Şu olur. Gəlin növbəti suala baxaq. Deməli 23 oxşardır, 22'nin oxşarıdır. Gəlin nəyə baxaq? Gəlin baxaq 24'ə. 24'də nə deyir? Şu olur. 24'də əvvəla neyniyək? Bax, bu sol tərəf hələ ki qalsın. Sol tərəf bizə lazım deyir. Sağ tərəfdə bu 3 bərabərliyi, 2 dənə bərabərliyi çarpaz şəklində vuraq. Çünki sağ tərəfdəki 2 bərabərlik bax bundan əlaqəsi var. Nədir? Bu dariyə aldığım 2 dənə ifadəni çarpaz şəklində vursaq, B-nin məxrəci 1-dir. Çarpaz şəklində vur 4B. 3C-ni 1-ə vur 3C. Bunun da məxrəci 1-dir. Çarpaz şəklində vur 5C və 4D-ni də 1-ə vuranda şu olar 4D-ni verir. Biz bunu B bölü C kimi yazsaq, çarpaz şəklində vuranda 4B-ni verirsə 4 məxrəcə, çarpaz şəklində vuranda 3C-ni verirsə 3 sürətə. Bunu da D bölü C kimi yazsaq, çarpaz şəklində vuranda 5C-ni verirsə 5 yuxarı, 4D-ni verirsə çarpaz şəklində vuranda 4D-ni verirsə 4 aşağı. Və baxırıq ki, hər ikisində uşaqlar C-lərin olsa qiyməti 4-sə püsü əla. Da ortaq məxrəci gətirmə ehtiyac yoxdur. Onda sürət məxrəci K-ya vuraq. K-ya vuraq. Uşaqlar burada B-yə neçə K uyğun gəlir? B-yə 3K. Yazırıq B bərabərdir 3K. C bərabərdir nəyə? Məxrəcə məxrəc uyğun gəlir 4K. Burada sağ tərəfdə də C-yə 4K uyğun gəlir. D-yə də uşaqlar sürətə də sürət uyğun gəlir. D-yə də 5K uyğun gəlir. Bax, dedik axı bayaq, bununla iki dairənin əlaqəsi var. İndi yazaq B üstəgəl C üstəgəl D bərabərdir 60-a. B-nin yerinə 3K, C-nin yerinə 4K, D-nin yerinə 5K bərabərdir 60. Toplasaq 12K bərabərdir 60-a. 60'ı da 12'ye bölsək K-nın qiyməti 5'dir. Aparıb uşaqlar K-nın yerinə 5 yazsaq, 3'ü 5'ə vur 15. K-nın yerinə 5 yazsaq, 4'ü 5'ə vur 20. K-nın yerinə 5 yazsaq, 5'i 5'ə vur 25. Demək uşaqlar B-nin qiyməti oldu 15. C-nin qiyməti oldu, baxın, 20 və D-nin də qiyməti oldu 25. Bunu yazdıq, saxladıq. Bizə bu niyə lazımdır? Bax, sol tərəfə baxın. A bölü B, bax, sol tərəfdə A bölü B bərabərdir C bölü D ifadəsində, bu tənasübdə. Bu tənasüb onu göstərir ki, B-nin, C-nin, D-nin qiyməti var, bir dənə A-nın qiyməti yoxdur. Bizdən deyil, A-nın qiymətini tap deyir. Burada da uşaqlar, A-nın qiymətini buradan tapsaq, aparıb qiymətlərini yerinə yazaq. A bölək, B-nin yerinə 15 yazaq, C-nin yerinə 20 yazaq, D-nin də yerinə 25 yazaq. Bunu 5'ə böl 4, 5'ə böl 5. Uşaqlar, çarpaz şəklində vursaq, 5'i A'ya vursaq 5A, çarpaz şəklində 15'i 4'ə vursaq 60. Və 60'da 5'ə bölsək, bizə verəcək 12. Deməli, A-nın qiyməti olur burada 12. Bizdən soruşur A-nı tap, cavab oldu burada 12. Bu oldu uşaqlar 24-cü sualın cavabı 12'dir.
24-də bəli. Cavab 12-dir. Keçək növbəti suala. Bunu sildik. Keçdik növbəti suala. Növbəti sualda nə deyir uşaqlar? 25-də deyir ki, bir işi 6 nəfər tənasib quraq. 6 nəfər hər gündə 5 saat işləsə, bir gündə 5 saat işləsə 10 günə yerinə yetirər. 10. Yəni 3 dənə mütənasib var. 3 dənə tənasib var 10 günə yerinə yetirər. Həmin işi 15 nəfər, nəfərin altına yazaq olar. 15 nəfər hər biri gündə 4 saat işləsə, neçə günə bitirə bilər? X. Günün altına yazdığımıza görə neçə günə bitirər deyilsə X-i tapırıq. Uşaqlar, burada tənasübə fikir veririk. Bax, zənn eləyək ki, günlər eynidir. Eyni gün olanda 6 nəfər bir işi, məsələn, 5 saatda işləməklə görürsə, nəfərlərin sayı artanda 15 nəfər həmin işi gündə artıq nəfər artındə zaman azalacaq. Deməli, nəfərin sayı artındə zaman azalırsa, bu artıq tərs mütənasibdir və baxanda da görsənir. 6-dan 15-ə çıxıb, 5-dən 4-ə düşüb. Deməli, nəfərlərin sayı artıb, zaman azalıb, bu tərs mütənasibdir və tərs mütənasibi də uşaqlar qabaq-qabağa vurmaqla hesablayırıq. Sonra, bu səfərdə elə zənn eləyək ki, nəfərlərin sayı eynidir. Eyni sayda adam. 5 saata, hər gün 5 saat işləməklə, baxın bu hər gündür. Hər gün 5 saat işləməklə bir işi 10 günə yerinə yetirirsə, hər gün 4 saat işləsə uşaqlar, zaman azalanda gün neyniyəcək? Gün çoxalacaq. Gündür. Belə fikirləşin. Hər gün 5 saat işləsə, bir işi 10 günə yerinə yetirirsə, eyni sayda adam hər gün 4 saat işləsə, zaman az olaraq az işləsələr, onda gün çoxalacaq. Çünki az işləyəndə uşaqlar həmin iş qurtarmır da, gün daha da çox olur. Həmin işi daha gec yerinə yetirirlər. Baxırıq ki, burada da burada da uşaqlar zaman azalanda gün neynir? Gün artır. Və zamanla gün də tərs olduğuna görə bunu da qarşı-qarşıya vururuq. Yəni bunun üçü də tərsdir uşaqlar. Üçü də tərsdir. Üçü də tərs olanda tərs mütənasibi qabaq-qabağa vurmaqla. Yəni 6-nı vururuq 5-ə, 10 da vururuq 10-a və alt tərəfdə nədir uşaqlar? 15-dir, 4-dür, bir də x-dir. Və alt tərəfdəki ifadəni qabaq-qabağa vururuq. Yəni 15 vur 4-ə, 10 da vururuq x-a. Qabaq-qabağa vurub bərabərləşdiririk. Bunun ixtisarı gəlin belə aparaq da. 60 vur 5 vur 10 bölək nəyə? 15 vuraq 4 bərabər nəyə? X-a. 5-ə böl 1, 5-ə böl 3, 3-ə böl 1, 3-ə böl 2. Sürətdə 2 vur 10 qalır, 2-ni 10-a vur 20. Aşağıda 4 qalır, 20-ni də 4-ə böl 5. Yəni burada x-in qiyməti neçə oldu? 5 oldu. Yəni bu sualın cavabı olur uşaqlar 5. Bu oldu 25-in cavabı. 25-in cavabı 5-dir. Keçək növbəti suala. Keçdik növbəti suala. Növbəti sualda nə deyir? 26-da. Uşaqlar, 26-nın ən rahat üsulu sadəcə yerinə qiymət yazaq. Elə qiymət yazaq ki, bu bərabəri ödənsin. A-nın, C-nin, B-nin, D-nin yerinə 1 yazaq. 1-i 1-ə böl 1, 1-i 1-ə böl 1. Deməli, K-nın qiyməti də 1-dir. Onda uşaqlar, A-nın, C-nin, B-nin, D-nin və K-nın yerinə 1 yazsaq, baxın, 6A nə deməkdir? 6 vur 1, 6 çıx. P-ni C-yə vur, P-ni 1-ə vur, P. Böldük. 6-nı 1-ə vur, 6 çıx. 7-ni D-yə vur, yəni D-nin də qiyməti 1-dir. 7-ni də 1-ə vur, 7. Bu da bərabərdir 1-ə. 6 çıx P, 6-dan 7 çıxanda bizə mənfi 1 verir. Çarpaz şəklində vur, müsbət 1. 1-in də məxrəci 1-dir. Çarpaz şəklində vur, 6 çıx P bərabərdir mənfi 1-ə. Mənfi 1-i sola gətir, müsbət 1, P-ni sağa apar, müsbət 1. Və burada da P-nin qiyməti olacaq 7. Yəni bu sualın cavabı olur uşaqlar 7. Buna deyirlər qısa cavab. Sonra və uşaqlar baxın 29-da 26-nı yazdım, 29 da belə yazarsınız. A-nın, B-nin, C-nin, D-nin yerinə, K-nın yerinə 1 yazarsınız. Aparıb sağ tərəfdə A, C, D, K-nın yerinə 1 yazarsınız və cavabı görəsiniz uşaqlar. Y-in qiymətini orada görəsiniz. Gəlin 27-yə baxaq. 27-yə baxaq. 27-də nə deyir? 27-də deyir ki, 27-də sürətləri 1, 3, 7, məxrəcləri 2, 5,
10 nisbətində olan 3 müsbət kəsrin. Deməli uşaqlar bizim 3 dənə kəsrimiz var. Kəsrin sürətləri nədir? 1x, 3x, 7x. Amma kəsrin məxrəcləri, deyir məxrəclər 2, 5, 10'dur. Burada nisbətlər fərqli olduğuna görə buna yazaq 2y, 5y, bir də 10y. Deməli bu kəsrin məxrəcləri də oldu 2y, 5y, 10y. Deməli uşaqlar bu oldu bizim kəsrimiz. Bir kəsrimiz bu, bir kəsrimiz bu, bir kəsrimiz də budur. Deyir, nisbətində olan 3 müsbət kəsrin ədədi ortası uşaqlar 12'də 25'dir. Yəni bu 3 dənə kəsrin ədədi ortası 25'də 12 nə deməkdir? 3 dənə kəsri toplayırıq. 3x böl 5y, bir də 7x böl 10y. Bu 3 dənə kəsri toplayıb nə edirik uşaqlar? Sayına bölsək bizə ədədi ortanı verir. Ədədi ortanı neçədir? 25'də 12. Uşaqlar 3 kəsrin ümumiyyətlə ədədi orta nə deməkdir? Ədədləri toplayıb sayına bölüb bu bizə ədədi ortanı verir. Yəni bu 3 dənə kəsrin ədədi ortası 25'də 12 isə 3 dənə kəsri toplayıb 3'ə bölsək 25'də 12'ni verəcək. Gəlin uşaqlar birinci sürətə baxaq. Sürətə. Sürətdə orta məxrəcinə götürək 2y, 5y, 10y orta məxrəc 10y götürək. 10y 2y böl 5, 5'i x-a vur 5x. Üstə gəl 10y 5y böl 2, 2'ni 3x-a vur 6x. 10y 10y böl 1, 1'i 7x-a vur 7x. Böl 3. Bu da nəyə bərabərdir? 25'də 12'yə. Şolar sürətdə nə olacaq? 11, 18x. Və bu 10y aşağı düşəcək. Aşağı. Aşağı düşəcək. 3 vur 10y olacaq. Bu da nəyə bərabərdir? 25'də 12'yə. Aha. İndi gəlin yine. Bunu 3'ə böl 1, 3'ə böl 6 olacaq. Burada nə olacaq şolar? Çarpaç şəklində vursaq, burada 6'dır. 6x vur 25 olur. Nəyə bərabərdir? Çarpaç şəklində vursaq 10y vur 12'dir. Və biz bunu təzdən yenə x böl y kimi yazsaq, çarpaç şəklində vuranda 6 vur 25 vur x verirsə, deməli 6 vur 25 məxrəcdədir. Çarpaç şəklində vuranda 10y vur 12'ni verirsə, deməli 10 vur 12 də yuxarıdadır. Burada olacaq nə? 3'ə böl 4, 3'ə böl 2. 2'yə böl 1, 2'yə böl 5. 5'i 4'ə vur 20, məxrəcdə olur 25. 5'ə böl 4, 5'ə böl 5. Deməli uşaqlar x böl y nəyə bərabərdir? 4'də 5'ə. Bunu yazdıq. Artıq biz x böl y tapdıq. Niyə bizə x böl y lazımdır? Bizə deyir ki, ikinci kəsrin sürət və məxrəcin cəminin ən kiçik qiyməti. Uşaqlar burada 3 dənə kəsr var da. 1, 2 və 3 dənə kəsrimiz var. Bizdən soruşur ki, ikinci kəsr budur. İkinci kəsrin orta hissəni silək. Əsas x böl y tapdıq. Deyir, deyir ki, ikinci kəsrin, yəni 3x böl 5y-in, 5y-in. Biz buna belə yazaq da, 5'də 3 vuraq, x böl y kimi yaza bilərik. Və 5'də 3 vuraq, x böl y-in yerinə fab nə yazarıq? 5'də 4. Bunu da 5'də 4'ə vursaq, deməli 3x böl 5y ifadəsinin qiyməti nəyə bərabərdir? 5'i 5'ə vur 25, 3'ü 4'ə vur 12. 12. Yazdıq. Deyir, ikinci kəsrin sürət və məxrəcin cəminin ən kiçik qiyməti. Uşaqlar, elə ikinci kəsr budur. Bu kəsrin sürət və məxrəcin cəminin sürətin ən kiçik qiyməti 12'dir. Məxrəcin də ən kiçik qiyməti 25'dir. Niyə ən kiçik qiymət 12'dir? Biz sürət məxrəci 2 dəfə artıra bilərik. Sürət məxrəci 3 dəfə artıra bilərik. Onda sürətin ən kiçik qiyməti 12, məxrəcin ən kiçik qiyməti 25. Və bunları da toplasaq, cəminin ən kiçik qiyməti nə olacaq? 37 olacaq. Deməli, sürət və məxrəcin cəminin ən kiçik qiyməti olur 37. Bu oldu uşaqlar 27'nin cavabı, 27'nin cavabı 37'dir. Bəli, 27'nin cavabı oldu 37. Və 28 bunun oxşarıdır. 29'da da bayaq dedik. Gəlin növbəti suala baxaq. Növbəti sual hansıdır? Növbəti sual uşaqlar 29 bayaq dedik ki, oxşardır. Oxşardır. 30'da nə deyir? 30'da deyir ki, A çıx 2 kəmiyyəti B üstəgəl 3 kəmiyyəti ilə düz mütənasib olarsa, A çıx 2 kəmiyyəti B üstəgəl 3 kəmiyyəti ilə düz mütənasib olarsa, A-nın yerinə 14 yazsaq, A-sı 14 olduqda B-si 19'a bərabər olar. Uşaqlar, A-nın yerinə 14 yazsaq nə olar? 14'dən 2 çıxsaq 12 olur. A-nın qiymətləri 14 olanda, baxın, A-sı 14 olanda B-si 19 olur. Yəni bu nə deməkdir? A-nın yerinə 14 yaz, 14'dən 2 çıx 12, B-nin yerinə 19 yaz, 19'un üstünə 3 gəl 22.
Deməli bu 22 olanda bu 12 olanda şu olar. Bu olur 22. Bunu bildik. Bəs deyir A-nın qiyməti 26 olarsa, bu səfər gəlin bura A-nın yeri 26 yazaq. A-nın qiyməti 26 olarsa A-ya 26 yazsaq, 26-dan 2 çıxsaq nə verir? 24 verəcək. Bu zaman deyir B-nin qiyməti neçə olur? B-nin qiyməti neçə olur? A-nın yerinə 26 yazıq 24 olursa B-nin qiyməti də şu olar. Burada yazırıq elə B plus 3 yazırıq. B plus 3 yazırıq. Bunu da şu olar çarpaz şəklində vuranda B üstəgəl 3 nəyə bərabərdir? 24-ü 22-yə vur. Bərabərdir. 24 vuraq 22 bölək 12-yə. 12-yə böl 1, 12-yə böl 2. 22-ni də 2-yə vur 44. Deməli B ilə 3-ün cəmi 44-ü verirsə B-nin qiyməti neçə olmalıdır? 41 olmalıdır. Yəni A-nın qiyməti şu olar 26 olanda B-nin qiyməti 41 olmalıdır ki A-nın yerinə 26 yazanda 24'ü versin. B-nin yerinə 41 yazanda 41'in üzərinə 3 gələndə 44'ü versin bura. Bəli 12-ni 2'yə vuranda 24'ü verirsə 22'ni də 2'yə vuranda 44'ü verir. Deməli B-nin qiyməti neçə olmalıdır? 41 olmalıdır. Yəni bu sualın cavabı olur 41. Bu oldu uşaqlar 30-cu sualın cavabı 30'da cavab 41'dir. 30'da cavab bəli 41'dir. Keçək nəyə? Bunu sildik. Keçək növbət suala. Növbət sualda nə deyir? 31'də deyir ki, cədvəldə mağaza vitrində qalan 4 növ meyvənin miqdarı haqqında məlumatlar verilib. Dairəvi diaqram qurularsa armud sektor dərəcə ölçüsünün armud nə qədərdir? Armud 36 kiloqramdır. Armudun sektor dərəcə ölçüsünü tapın. Şolar, biz bunların hamısını toplasaq, yəni 18 üstə 36 gəl 54, 54'ün üstünə bu 54'ü gəl 108, 108'in üstə 12 gəl 120. Yəni şolar, biz bunu hamısını toplasaq ümumi kiloqram nə qədərdir? Ümumi kiloqram 120 kiloqramdır. Gəlin belə baxaq. 120 kiloqram hamısıdır. Yəni hamısı bütöv. 120 kiloqram bütöv hamısını verirsə, bütöv dərəcə neçə dərəcə olur? 360 dərəcə. 360 dərəcə yəni hamısı deməkdir, yəni hamısı deməkdir. 120 kiloqram bütöv kiloqram 360 dərəcə tam dərəcəyə uyğun gəlirsə, armuda deyir ki, armudu ifadə edən sektorun dərəcə ölçüsünü tapın. Deməli armudumuz neçə kiloqramdır? Armud 36 kiloqramdır. 36 kiloqrama neçə dərəcə uyğun gələcək bilmirik. Elə bizdən bu ikisinin qiymətini soruşur da. Yenə deyirəm, 120 kiloqram bütövdür. Bütöv 120 kiloqram, bütöv 360 dərəcəyə uyğun gəlirsə, armuda düşən 36 kiloqram, baxın armuda 36 kür. Armuda düşən 36 kiloqram neçə dərəcəyə uyğun gəlir? 3x. Çarpaz şəklində vursaq 36 vur 360 bölək 120'yə. 120'yə böl 1, 120'yə böl 3. 36'da 3'ə vuranda 108 verəcək. Yəni dərəcə. Deməli uşaqlar, armuda hansı dərəcə uyğun gəlir? Armuda 108 dərəcə uyğun gəlir. Bu da oldu uşaqlar 31-ci sualın cavabı. 31'in cavabı 108. Bəli, 31'in cavabı 108. Sonra 32 də demək olar ki, bunu oxşardı. 30 səhifədə indi baxaq. Hə uşaqlar, bayaq dedik 32 ilə bunu oxşarıdır. Gəlin 33'ə baxaq. 33'də deyir ki, inşa edilməsi nəzərdə tutulmuş 2 çox mərtəbəli bina eyni miqyasda kiçilmiş marketlər hazırlanmışdır. Uşaqlar, marketlər biri var binanın real həyatda hündürlüyü, bir də var market. Yəni balaca bir market formasında, balaca formada hazırlayırlar. Marketin hündürlükləri 8 və 12'dir. Deməli uşaqlar, santimetrdən görsən ki, bu balacadır da. Deməli, kiçik binanın hündürlüyü 8 santimetrdir. Kiçik binadır bu. Bu kiçik binanın marketi 8'dir, yəni balacadır. Və 12 santimetr uşaqlar, böyük marketin hündürlüyüdür. 12 santimetrdə böyük marketi, böyük binanın marketdə, yəni hündürlüyüdür. İnşa ediləcək böyük binanın hündürlüyü 180 metrsə, uşaqlar baxın, biri var, böyük binanın kiçik marketi 12 santimetrdir. Reallıqda isə uşaqlar, böyük binanın hündürlüyü 180 metrə uyğun gələcək. Çünki böyüyə böyük uyğun gəlir də uşaqlar. Bizə nəyə soruşur? Kiçik binanın hündürlüyünü tapın, x. Yəni uşaqlar, kiçik binanın marketin hündürlüyü 8 santimetrdir. Kiçik binanın real hündürlüyü nə qədərdir? X. Biz buradan x'i tapacağıq. Böyük binanın marketinin ölçüsü 12 santimetrdir. Böyük marketin real hündürlüyü nə qədərdir? 180 metrdir. Onda biz buradan x'i tapsaq, real bu uşaqlar marketdir. Bu isə
real hündürlüklərdir. Kiçik maketin hündürlüyü 8-ə, real hündürlüyü x uyğun gəlir. Kiçik maket 12 cm, real hündürlüyü 180 uyğun gəlirsə x-də. Çarpaz şəklinə vursaq 8 vuraq 180 bölək 12. 12'ye böl 1, 12'ye böl 15. Uşaqlar 15 ile 8'e vursak 120 metre verəcək. Yəni bu sualın cavabı olur 120 metr. Bu 33'ün cavabıdır 120. Bəli. 34'də bunun oxşarıdır. Keçək növbəti suala. Növbəti sualda nə deyir? Demək olar, növbəti sualda deyir ki 34 oxşardır bildik. Yəni 35'ə baxaq. 35'də nə deyir? 35'də. Deyir kitablar 1, 2, 3 rəflərə onların ümumi sayı uyğun olaraq 2, 3, 4. Şöyle baxın. Birinci rəf, ikinci rəf, bir də üçüncü rəf. Deyir kitabları birinci, ikinci, üçüncü rəflərə ümumi sayı uyğun olaraq 2, 3, 4 ədədlərlə tərs mütənasib hissələrə bölməklə yerləşdirildi. Yəni bu nə deməkdir? Burada tərs mütənasib sözü var. Əgər 2, 3, 4 ilə düz mütənasib desəydi 2x, 3x, 4x olardı. Amma 2, 3, 4 ilə tərs mütənasib dediyinə görə x böl 2, x böl 3, bir də x böl 4 olur. Yəni biri var 2x, bir də var 2'nin tərsi x böl 2. 2'nin tərsi 2'də 1'də, 2'də 1'də x-a vuranda x böl 2'ni verəcək. Bax bu tərs deməkdir. 2, 3, 4 ədədlə tərs mütənasib o deməkdir ki 2x, 3x, 4x yox. X bölü 2, x bölü 2, 3, bir də x bölü 4 götürməliyik. Deməli, bu hissəni yazdıq. Sonra nə deyir? Deyir ki, birinci və ikinci rəfdə olan kitabların ümumi sayı, birinci və ikinci rəfdə olan kitabların ümumi sayı, üçüncü və dördüncü rəfdə olan kitablardan 42 ədəd çoxdur. Uşaqlar, gəlin bir də qeyd edək. Deyir ki, birinci və ikinci rəfdə olan kitabların ümumi sayı, birinci və ikinci rəfdə olan kitabların ümumi sayı, üçüncü rəfdə olan kitablardan nə qədər çoxdur? 42 ədəd çoxdur. Yəni 1 ilə 2'nin cəmi nəyə bərabərdir? Üçüncü rəfdən 42 kitab çoxdur. Yəni 42 ədəd çoxdur. Aparıb 1'in yerinə yazırıq x böl 2, 2'nin yerinə yazırıq x böl 3, 3'ün də yerinə yazırıq x böl 4. Bu da bizə 42'ni verirsə, neyiniyək? X böl 2 üstə gəl x böl 3, x böl 4'ü sola apar, çıx x böl 4. Sağda 42 qalır. 2, 3, 4'ü orta məxrəc. Neçə götürək? 12 götürək. 12'ni 3'ə böl 4, 6, 6x-a vur 6x. Üstə gəl. 12'ni uşaqlar bu 3'ə böl 4, 4x-a vur 4x. Çıx. 12'ni bu 4'ə böl 3, 3x-a vur 3x. Nəyə bərabərdir? 12'yə. Bunun da məxrəci 1'dir. Uşaqlar 6x ilə 4x-i topla 10x, 10x ilə 3x çıx 7x. 7x böl 12 bərabərdir 12'yə. 12'nin məxrəci 1'dir. Çarpaz şəklində vur. 7x bərabər nəyə? Deyən görüm. Nədəsə səhvlik olmadı. 42 də çoxdur. Mən niyə 12 yazmışam? Bu 42 axı. Bəli, bu 42'dir. Çünki bu ifadə bizə 42'ni verir. Onda bura 42 yazsaq, 7x-i 1'ə vur 7x, 12 nəyə vurur? 42'yə. 7'yə böl 1, 7'yə böl 6, 12'ni də 6'ya vuranda 72'ni verir. Şu an x'in qiyməti nədir? 72'dir. Gəlin inəyək. X'in yerinə apar burada 72 yazsaq, baxın. 72'ni 2'yə böl 36. Oy. 72'ni 2'ye böl 36. Deməli birinci rəfdə 36 kitab var. X'in yerinə 72 yazsaq, 72 3'ə böl 24. Deməli üçüncü rəfdə 24 kitab var. X'in yerinə 72 yazsaq, 72'ni 4'ə böl 18. Deməli üçüncü rəfdə 18 kitab var. Bizə nəyə soruşur? Rəfdəki bütün kitabların sayını tapmış olar. Rəfdəki bütün kitabların sayı nə deməkdir? Birinci rəfdə 36, ikinci rəfdə 24, üçüncü rəfdə 18 kitab varsa, bu üçün toplasaq 36 ilə 24 topla 60. 60'ın da üstüne 18 yer 78. Deməli ümumi rəfdə neçə kitab var? 78 kitab var. Bu da oldu bizim 35'in sualın cavabı. 36 bunun oxşarıdır. Gəlin 37'yə baxaq. Bunu siləyə bala. Sonra 37'yə baxaq. 37'yə. Sonra 37'də nə deyir? Deməli 37'də deyir ki, məhlulda 2 dənə maddə var. Məhlulda olan 2 maddə 2 və 3 nisbətindədir. Yəni 2 dənə maddə var uşaqlar. Bu bizim birinci maddəmiz, bu da olsun ikinci maddəmiz. 2 maddə 2 böl 3 nisbətindəsə, deməli biri 2x-dir, biri də 3x-dir. Bunu qeyd elədik. Deyir, əgər hər bir maddə 5 qram artırılarsa, bu nisbət 5 bölü 7 olur. Bu nə demək olar?
Əgər hər bir maddə 5 qram artırılarsa, yəni 2x-da 5 qram artırılır, 3x-da 5 qram artırılırsa, bunları bir-birlərinə böləndə 5 bölü 7-ni verir. Yəni uşaqlar 2x üzərinə gəlib 5-i, 3x üzərinə gəlib 5-ə böləndə bunların bu nisbəti, bax bunların hər birini 5 artırdıq. Və bunları bir-birlərinə böləndə bizə nə verəcək? 5 bölə 7-ni verir. Yəni axırıncı 2 dənə toplamanı bir-birinə böl. Bu da nəyə bərabərdir? Şərtə deyir 5 bölü 7-yə. Bunu çarpaz şəklində vursaq, 7-ni vurarıq 2x üzərinə gəl 5-ə. 5-də vurarıq 3x üzərinə gəl 5-ə. Mötərizəni aç 14x, 7-ni 5-ə vur 35. Bərabər 5-i 3-ə vur 15x, 5-i 5-ə vur 25. Uşaqlar 25-i sola gətirsək 10, 14x-i sağa apar 15x-dan 14x çıx 1x. Deməli x-in qiyməti 10-dur. X-i tapdıq. İndi aparıb x-in yerinə 10 yazsaq, baxın burada x-i 2-ni 10-a vursaq nəyə verir? 20, yəni 20 qramdır. Birinci maddə. 3-ü 10-a vursaq nəyə verir? 3-ü də 10-a vursaq 30-u verəcək. Yəni ikinci maddəmizdə 30 qramdır. Bizdən soruşur ki, əvvəlki məhlulda olan hər bir maddəni. Deməli, əvvəlki məhlulda nə qədər maddə var? Əvvəlki məhlulda birinci maddəmiz 20 qramdır. Gəlin bunu silək də olur. Hesabat hissəsini silək, yerləşməyəcək. Deməli, əvvəlki məhlulda birinci məhlulda 20 qramdır, ikinci məhlulda da 30 qram olarsa, deyir əvvəlki olan məhlulda maddənin hər biri neçə qram azaldılarsa, onların nisbəti 7/12 olar. Yəni 20-ni də 30-u da biz neçə qram azalsaq, yəni 20-ni də bilmirik də neçə qram azaltmaq lazımdır. Yazaq A, biz A-nı tapacağıq. 20-ni də A qram azaltsam, 30-u da A qram azalsam, deyir əvvəlki maddənin hər birini nə qədər azaltsam, neçə qram azaltsam hər birini, bunları bir-birlərinə böləndə 7/12-ni verəcək. Yəni bunları bu qədər azaltdım, qramları oldu bu qədər. Onda bunları bir-birlərinə böləndə, yəni 20 çıx A-nı, 30 çıx A-ya böləndə bizə nə verəcək? Sonluğa baxın, 7/12-ni verir. Bunu da çarpaz şəklində vur. 20-ni 12-yə vur 240. 12-ni A-ya vur 12A. Çarpaz şəklində 7-ni vur 30-a 210. 7-ni A-ya vur mənfi 7A. Neyini? 210-u sola gətir. Mənfi 210. 12A-nı sağa apar. Müsbət 12A. Sağda da mənfi 7A-dır. Burada 30 qalır. 12A-dan da 5A çıxanda olar bizə 12A-dan 7A çıxanda bir də 5A-nı verir. 5-i A-ya vuranda 30 verirsə, 30-u da 5-ə böləndə 6-nı verəcək. Deməli, əvvəlki məhlulda olan maddənin hər birini neçə qram azaltmalıyıq uşaqlar? Hər birini 6 qram azaltmalıyıq. Burada cavab olacaq 6. Bu sualın cavabı da oldu 6. Deməli, 37-də cavab 6-dır. Keçək 38-ə baxaq. Bunu sildik. Keçdik 38-ci suala. Uşaqlar 38-də nə deyir? Deyir, orta ədlərdən biri digərindən 2 dəfə böyükdür. Məsələn, orta əd belə yazaq da A böl B, bir də C böl D olsun. Bu olsun bizim tənasübümüz. Deyir, orta ədlərdən biri digərindən 2 dəfə böyük olan tənasübün. Məsələn, orta ədlər bunlarda uşaqlar. Bunların biri digərinə 2 dəfə böyüksə, birinə 1x yazaq, birinə də 2x yazaq. Bölək, bir də bölək. Deyir, kənar hədlərinin hasilinin 40%-i orta ədlərin cəminin kənar hədlərdə bilmirik də. Bura kənar hədlərdə olsun A ilə D. Bunu yazdıq, saxladıq. İndi uşaqlar baxın. Görək uyğun gəlirmi? Orta ədlərin biri digərindən 2 dəfə böyükdür. Bəli, orta ədlərin biri digərindən 2 dəfə böyükdür. Bu şərti ödədi. Tənasübün kənar hədlərinin hasili, uşaqlar, kənar hədlər nədir? Kənar hədlərin hasili A vur D deməkdir. Deyir, kənar hədlərinin hasilinin 40%-i, 40% nə deməkdir? 0.4 deməkdir. Yəni kənar hədlərinin, yəni A ilə D-nin hasilinin 40%, yəni A ilə D-nin hasilinin 0.4 hissəsi nəyə bərabərdir? Orta hədlərin cəminin, orta hədlərin şola cəmi, orta hədlərin cəmi x-dan 2x-in cəmi 3x-i verəcək. Deyir, orta hədlərin cəminin, yəni x-dan 2x-in cəmi 3x-in, orta hədlərin cəmi, yəni 3x-in 80%-dir. 80% nə deməkdir? 80% 100-ə bölsə 0.8 hissəsidir. Yəni, deyir, bu x-dan 2x-in cəminin 80%-dir. Yəni, 3x-in 80% nə demək? 3x-in 0.8 hissəsidir. Yəni, başlığa bir də baxaq. Deyir, orta hədlərdən biri digərinə 2 dəfə böyükdür, qeyd elədim. Tənasübün kənar hədlərinin hasili, A ilə D-nin hasilinin 40%-dir, yəni 0.4 hissəsi. Orta hədlərin cəminin, yəni 3x-in 80%-dir, yəni 0.8 hissəsində bərabərdir.
Bu ifadəni tapdıq. Deyir, hər bir həddi natural ədəd olan bu tənasübün kənar hədlərinin cəminin ala biləcəyi müxtəlif qiymətlərinin cəmini tapın. Deməli, hər bir həddi natural olan bu tənasübün kənar hədlərinin cəmi. Uşaqlar, kənar hədlərin cəmi nə deməkdir? A ilə D-nin cəmi. Deyir, A ilə D-nin cəminin ala biləcəyi müxtəlif qiymətlərin cəmini tap. İndi gəlin neyini? Uşaqlar, biz baxın, bunu 0-10'da biz nəyi əvalayacaq? Biz qaydadan bilirik ki, bunu sildim. Biz qaydaya görə bilirik ki, kənar hədlərin hasili, yəni A ilə D-nin hasili nəyə bərabərdir? Orta hədlərin hasilinə. Yəni x vuraq 2x-a. Bu qaydadır. Kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Onda uşaqlar, bu A vur D-nin yerinə nə yaza bilərik? X-i 2x-a vursaq nəyə verəcək? 2x-in kvadratı. Yəni A vur D-nin yerinə yazaq 2x-in kvadratı. Vuraq 0,4 bərabər 3x vuraq 0,8. 0,4'e bölü 1, 0,4'e bölü 2'ni verəcək. Onda uşaqlar 2x'in kvadratı nəyə bərabərdir? 3x'i 2'yə vur 6x. 6x'i sola aparaq. Mənfi 6x sağda işinə qalmır 0 qalır. 2'yə böl x kvadratı 2'yə böl 3x. 0'da 2'yə böləndə yenə 0 verir. X-i mötədə xaricinə çıxar. X çıx 3'dür bərabər 0. 0'a çevirən qiyməti 0. Hasil nə zaman 0'a bərabər olur? Onların hər birini 0'a çevirsək. X çıx 3'ünə 0'a çevirən qiyməti olacaq olar 3. Deməli x-in qiyməti deməli x-in bir qiyməti yuxarıdan yazaq. X-in bir qiyməti 0'dır, x-in bir qiyməti 3'dür. Bunu qeyd elədik. Sonra görə başqa nəyə fikir verək? X-in qiyməti oldu 3. Bunu yazdıq. X-in və AD-nin qiyməti bizdən soruşur ki, AD-nin X-in qiyməti oldu 3. İndi gəlin aşağı sən silək. Aşağı sən silək. Uşaqlar, burada A ilə D-nin cəmini soruşur. Əvvəla x-in qiymətini A vuraq D. Əgər x-in yenə aparıb 0 yazsaq, baxın, x vuraq 2x-da bu ifadə. Aparıb x-in yenə 0 yazsaq, A ilə D-nin hasili nə olur? 0 vuraq 2 vur 0, 0 verəcək. A ilə D-nin hasili 0 ola bilir. Bəs x-in yenə 3 yazsaq nə olar? X-in yenə 3 yazsaq, A vur D-nin qiyməti nəyə bərabər olacaq? 3'ü vuraq 2x-a, yəni 2 vur 3'ə, 9'u 2'yə vur 18 verəcək. Deməli, A ilə D-nin hasili bizə nəyi verir? 18 verir. Uşaqlar, şərtdə deyir ki, tənasübün hər bir hədləri naturaldır. Onda uşaqlar, burada A ilə D-nin qiyməti əgər naturaldırsa, indi gəlin baxaq, hansı natural ədədlərin hasili 18 verəcək? 1 ilə 18'in hasili 18 verəcək, 2 ilə 9'un hasili 18 verəcək, 3 ilə 6'nın hasili 4 ilə 4 olmur. 3 ilə 6, sonra 6, 3 hasili 18 verəcək, 9, 2'nin hasili 18 verəcək, bir də 18, 1'in hasili. Deyir, bu tənasübün kənar hədlərinin cəminin ala biləcək müxtəlif qiymətlərinin cəmi. Onda uşaqlar, A ilə D-nin cəmi, görək nə ola bilir? A ilə D-nin cəmi hansı qiymətlər ala bilir? A ilə D-nin cəmi 1 ilə 18'in cəmi 19, 2 ilə 9'un cəmi 11, 3 ilə 6'nın cəmi 9, 6 ilə 3'ün cəmi 9, 9 ilə 2'nin cəmi 11, 18 ilə 1'in cəmi 19. Uşaqlar, A ilə D-nin cəminin ala biləcəyi müxtəlif qiymətlər deyəndə baxın, A ilə D-nin cəmi hansı müxtəlif qiymətlər ala bilir? 19 ala bilir, 11 ala bilir, 9 ala bilir. Da 9, 11, 19 yazmırıq da təkrar olunur. A ilə D-nin cəminin ala biləcəyi müxtəlif qiymətlər 19, 11, bir də 9'dur. Müxtəlif qiymətlər budursa, A ilə D-nin ala biləcəyi müxtəlif qiymətlərin cəmi bu ikisini topla 30, üzərinə 9 gəl 39 verəcək. Deməli, A ilə D-nin cəminin, yəni kənar hədlərin cəminin ala biləcəyi müxtəlif qiymətlərin cəmi 39'dur. Deməli, 38'in cavabı 39'dur. Bəli, 39'dur. Keçək 39'dan 40 oxşardı uşaqlar. Gəlin 39'un birini yazaq. 39'un birini yazaq. Mesela 39'un birini yazaq. 39'da nə deyir? 39'da deyir ki, tənasübün kənar hədlərinin hasili orta hədlərin cəminə nisbəti. Gəlin özümüzdən bir hərf ataq da. A bölü B bərabərdir C bölü D. Bu bizim olsun düsturumuz. Çünki tənasüb deyir, orta kənar həddə isə bu düsturu yazırıq. Deyir, kənar hədlərinin hasili
Kənar hədlər nədir uşaqlar? A ilə D-dir. Deməli, A ilə D kənardır, B ilə C ortadır. Deyir, kənar hədlərinin hasili, yəni A ilə D-nin hasili nəyə bərabərdir? Kənar hədlərinin hasili orta hədlərinin cəminə nisbəti. Deyir, kənar hədlərinin hasilinin, baxaq, kənar hədlərinin hasilinin, yəni A ilə D-nin hasilinin nəyə nisbəti? Orta hədlərinin cəminə nisbəti. Orta hədlərin cəmi nə deməkdir? B ilə C-nin cəminə nisbəti nəyi verəcək? 4,8. Bu oldu bizim bir ifadəmiz. Deyir, tənasibin orta hədlərindən birini 2 vaid artırıb, digərini 6 vaid azaltsaq. Zənn edin ki, tənasibin deyir, orta hədlərdən birini 2 vaid artırıb, digərini 6 vaid azaltsaq. Gəlin qırmızına yazaq, qarışmasın. Deyir, tənasibin orta hədlərindən birini 2 vaid artırıb, digərini 6 vaid azaltsaq. Uşaqlar, orta hədd deyir də, orta hədlərdən birini, yəni B-ni 2 vaid azaldaq, B çıx 2 olsun və digərini 6 vaid, birini 2 vaid deyir, artıraq, orta hədlərdən birini, yəni B ilə C-nin birini 2 vaid artır, digərini də 6 vaid azalt. Şöyle B-ni 2 vaid artırsam, C-ni də 6 vaid azaltsam, ifadəmiz olacaq belə. Bu zaman bu nisbət 6 olar. Bu zaman bu nisbət nə deməkdir? Bu nisbət o demək ki, A-nın D-yə nisbəti, yəni kənar hədlərinin hasili, orta hədlərin cəminə nisbəti, yəni B üstəgəl 2 ilə, orta hədlər baxın bunlardır. B üstəgəl 2 ilə, bir də C çıx 6, bu 2 dənə orta həddin cəminə nisbəti deyir, bizə verər 6-nı. Baxın, bu da oldu bizim bir ifadəmiz. Əsas ki, ifadəni başa düşsəz, yerdə qalan başa düşərsiniz. Deyir, tənasibin orta hədlərindən birini 2 vaid artırdıq. B-ni, baxın, B-ni 2 vaid artırdıq. Digərini, yəni C-ni 6 vaid azaltsıq. Deyir, bu nisbət nə deməkdir? Kənar hədləri, yəni A ilə D-nin hasilinin orta hədlərinin cəminə, yəni B üstəgəl 2 ilə C çıx 6-nın cəminə nisbəti 6 olar. Və verilən tənasibin deyir, orta hədlərinin cəmini tap. Uşaqlar, verilən tənasibin orta hədlərinin cəmini tap. Orta hədləri B ilə C olduğuna görə bizdən B ilə C-nin cəmini soruşur tap. Suala. Gəlin, bunu çarpaz şəklinə vursaq, nəyi verəcək? Çarpaz şəklinə vursaq, 4,8 vuraq B üstəgəl C bərabərdir A vur D-yə. Sağ tərəf uşaqlar, bu məxrəci yenə B-dir. Yenə çarpaz şəklinə vursaq, 6 vuraq. Burada mötərizəni atsaq heç nə dəyişməyəcək. Baxın, B üstəgəl 2, üstəgəl C çıx 6, çarpaz şəklinə bunu vurduq, bu böyük ifadəyə. Bu da nəyə bərabərdir? A vur D-yə. Uşaqlar, bu ifadədə A vur D-ni verdiyinə görə altdan xəst etdiyim ifadəni bərabərləşdirə bilərik. Deməli, nə olacaq? 4,8-i B-yə vur, 4,8 B. 4,8-i C-yə vur, 4,8 C. Nəyə bərabərdir? 6-nı B-yə vur, 6 B. 6-nı C-yə vur, 6 C. 2-dən uşaqlar 4-ü çıxanda, 2-dən 6-nı çıxanda mənfi 4-ü verir. 6-nı da mənfi 4-ə vursaq, mənfi 24. Bu ifadələri bərabərləşdirdik, mötərizəni açdıq. İndi gəlin, neyniyək? Gəlin belə deyək. Bu 4,8 B-ni sağa aparsaq, çıx 4,8 B-dir. Sağda 6C var. Bu müsbət 4,8 C-ni sağa aparsaq, mənfi 4,8 C-dir. Və bu mənfi 24-də sağa aparsaq, müsbət 24 olacaq. Bu da oldu bizim bir ifadəmiz. Gəlin görək nə olur. Yuxarı səni sildim. Uşaqlar, solda 24 var. Baxın, 6B-dən 4,8B çıxanda bizə verir 1,2 B-ni. 6C-dən 4,8C çıxanda bizə verəcək müsbət 1,2 C-ni. Bunu sağlı sollu 1,2-yə, daha doğrusu bu ifadəni 1,2-ni mötədə xaricinə çıxar. Yerdə qalacaq B üstəgəl C və B üstəgəl C də nəyə bərabərdir? 24-ü böl 1,2-yə. Sürət məxrəci 10-a vur. Sürəti 10-a vur 240, məxrəci 10-a vur 12. 12-yə böl 1, 12-yə böl 2, yanına da bir 0 atsaq 20. Deməli, B ilə C-nin cəmini çəkmiş olar 20'miş. Bizdən nəyi soruşur da? Elə B ilə C-nin cəmini soruşur da. B ilə C-nin cəmi olur 20. Bizə soruşur ki, verilən tənasibin orta hədlərinin cəmini tap, orta hədləri ilə B ilə C-də cavab olacaq 20. Deməli, bu da oldu 39'un cavabı. 39'un cavabı, bəli 20. İşte uşaqlar, bu oldu bizim 11-ci sinif test toplusunun faiz nisbət tənasib bölməsinin birinci bölməsinin uşaqlar izahı. Sağ olun uşaqlar, hələlik.